Çiyələyin faydaları və zərərləri nələrdir? Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Yaz aylarının ən ləzzətli meyvələrindən biri də çiyələkdir. Çiyələyin faydaları sağlamlığımız üçün nə qədər önəmli olduğu ilə yanaşı, çiyələyin zərərləri haqqında da ətraflı məlumat verəcəyik. Çiyələk tərkibindəki zəngin vitamin və minerallarla sağlamlığımız üçün əvəzolunmaz bir meyvədir. Həm ləzzətli dadı, həm də qidalandırıcı xüsusiyyətləri ilə çiyələk bir çox insanın rasionunda mühüm yer tutur. Bu möcüzəvi meyvə vitamin və minerallarla zəngindir. Tərkibində C vitamini, A, B vitaminləri, fol turşusu, kalsium, kalium, fosfor, dəmir, sink, maqnezium, liflər, polifenollar və antosianinlər var. Çiyələk yüksək miqdarda C vitamini ehtiva edir və bu da onun ən dəyərli komponentlərdən biridir. Bir stəkan çiyələk gündəlik C vitamini ehtiyacını ödəyərək immuniteti gücləndirir və sərbəst radikallarla mübarizə aparır. Bu vitamin həmçinin dərinin kollagen istehsalını artıraraq onun elastikliyini qoruyur. Çiyələk az miqdarda olsa da tərkibində A vitamini ehtiva edir. A vitamini göz sağlamlığını qorumaq, dəri hüceyrələrini yeniləmək və infeksiyalara qarşı müqaviməti artırmaq üçün vacibdir. Müntəzəm olaraq çiyələk yemək orqanizmin A vitamini ehtiyacını təbii şəkildə ödəyə bilər. Çiyələk xüsusilə fol turşusu ilə zəngindir ki, bu da hüceyrələrin yenilənməsi və qan dövranının normallaşmasında mühüm rol oynayır. Fol turşusu hamiləlik dövründə dölün sağlam inkişafına kömək edir. B vitaminləri həmçinin enerji istehsalını artırır və sinir sisteminin normal işləməsinə dəstək verir. Çiyələkdəki kalsium sümük və dişlərin sağlamlığını qorumaq üçün əhəmiyyətlidir. Bu mineral həm də əzələ funksiyalarını dəstəkləyir və osteoporoz riskini azaldır. Çiyələkdən müntəzəm istifadə kalsium ehtiyacını qismən qarşılar və sümük möhkəmliyini artırır. Çiyələk ürək sağlamlığı üçün vacib olan kaliumla zəngindir. Kalium qan təzyiqini tənzimləyir və elektrolit balansını qoruyur. Həmçinin bu mineral əzələ gərginliyini azaltmaq və yorğunluğu aradan qaldırmaq üçün də faydalıdır. Çiyələkdəki fosfor sümük və dişlərin möhkəmliyini təmin edir və bədənin enerji istehsalında vacib rol oynayır. Fosfor həm də hüceyri fəaliyyətlərini tənzimləyərək sinir sisteminin sağlamlığını qoruyur. Çiyələkdən müntəzəm istifadə bu mineralın təbii mənbəyi kimi bədəni dəstəkləyir. Çiyələk tərkibindəki dəmir sayəsində qanın hemoqlobin istehsalını artırır və anemiyanın qarşısını alır. C vitamini ilə zəngin olması dəmirin bədən tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir. Dəmir xüsusilə enerji səviyyəsini artırmaq və yorğunluğu azaltmaq üçün vacibdir. Çiyələyin tərkibindəki sink dəri sağlamlığını qoruyur və immunitet sistemini gücləndirir. Bu mineral həmçinin yaraların sağalmasını sürətləndirir və hormon balansını qoruyur. Sinklə zəngin çiyələk saç və dırnaq sağlamlığı üçün də faydalıdır. Çiyələk sinir sistemini dəstəkləyən maqnezium ehtiva edir. Maqnezium stresi azaltmaq, əzələ gərginliyini aradan qaldırmaq və enerji istehsalını artırmaq üçün vacibdir. Çiyələk yemək maqnezium ehtiyacını təbii yolla ödəmək üçün faydalıdır. Çiyələk həzm sistemini yaxşılaşdırmaq üçün yüksək miqdarda pəhriz lifləri ehtiva edir. Liflər bağırsaq funksiyalarını tənzimləyir və qəbizliyin qarşısını alır. Bu tərkib həmçinin bağırsaq mikroflorasını yaxşılaşdıraraq həzm sağlamlığını dəstəkləyir. Çiyələk tərkibindəki polifenollar və antosianinlər sayəsində güclü antioksidan xüsusiyyətlərə malikdir. Bu maddələr bədənin sərbəst radikallarla mübarizəsini artırır və xərçəng riskini azaldır. Antosianinlər həmçinin damar sağlamlığını qoruyur və iltihab əleyhinə təsir göstərir. Çiyələyin faydaları haqqında danışarkən onun tərkibindəki zəngin vitamin və mineralların, eləcə də təbii antioksidantların insan orqanizmi üçün nə qədər faydalı, dəyərli olduğunu unutmamalıyıq. Bu dadlı meyvə yalnız ləzzətli olması ilə deyil, həm də çiyələk sağlamlıq faydaları ilə məşhurdur. Yaddaşı və beyin funksiyalarını gücləndirir. Çiyələk beyin funksiyalarını gücləndirən və yaddaşı yaxşılaşdıran meyvələrdən biridir. Çiyələkdəki antioksidantlar, xüsusilə flavonoidlər, beyində qan dövranını artırır və sinir hüceyrələrinin zədələnməsinin qarşısını alır.
Bu təsir yaşlanma ilə bağlı yaddaş zəifliyi və koqnitiv geriləmənin qarşısını almağa kömək edir. Çiyələk həmçinin beyində iltihabı azaldaraq diqqət və konsentrasiya qabiliyyətini artırır. Tədqiqatlar göstərir ki, çiyələyin müntəzəm istehlakı Alzheimer və Parkinson kimi nevroloji xəstəliklərin riskini azalda bilər. Sağlamlıq üçün çiğ qidalar arasında çiyələk beynin hüceyrə fəaliyyətini dəstəkləyən vitamin və minerallarla zəngindir. Çiyələkdə olan fol turşusu nevroloji sağlamlığın qorunmasına vacib rol oynayır. Hər gün çiyələk yemək həmçinin stressin beyinə təsirlərini azaltmağa kömək edir. Bu dadlı meyvə həm də zehni yorğunluğun azalmasına və uzunmüddətli zehni dayanıqlığın təmin edilməsinə töhfə verir. Bu qədər faydası olan meyvə bəs kimlərə olmaz? Çiyələyin zərərləri. 1. Çiyələk allergik reaksiyalara səbəb ola bilən meyvələrdən biridir və həssas şəxslərdə müxtəlif problemlərə yol aça bilər. Bu vəziyyət immun sisteminin çiyələkdəki müəyyən proteinlərə həddindən artıq reaksiya verməsi nəticəsində yaranır. Allergiya dərdə qaşınma, qızartı, şişkinlik və hətta nəfəs alma problemləri kimi simptomlarla özünü göstərə bilər. Xüsusilə uşaqlar və həssas insanlarda çiyələk allergiyası daha çox müşahidə edilir. Çiyələkdəki antioksidantlar sağlamlıq üçün faydalı olsa da, həssas bədəndə allergik reaksiyaları daha da artırmağa səbəb ola bilər. 2. Çiyələkdəki təbii turşular bəzi insanlarda mədə turşuluğunun artmasına səbəb ola bilər. Mədə xorası, reflü və ya həssas mədə problemi olan insanlar üçün çiyələk istehlakı məhdudlaşdırılmalıdır. Çiyələk turşuları mədə divarlarını qıcıqlandıra bilər və uzun müddət istifadə həzm problemlərinə səbəb ola bilər. 3. Çiyələk şəkər səviyyəsi aşağı olan meyvələrdən biridir. Lakin şəkərli diabet xəstələri üçün həddindən artıq miqdarda istehlak problem yarada bilər. Çiyələyin tərkibindəki təbii şəkərlər qan şəkərinin səviyyəsini artıraraq insulinin balansını poza bilər. Təbii şəkər mənbələri olan çiyələk diabet xəstələri üçün təhlükəsizdir, lakin miqdarına diqqət edilməlidir. Çiyələk şəkərli diabetdə istifadəsi həkim məsləhəti ilə olmalıdır. Çünki bəzi insanlar üçün qanda şəkər səviyyəsinin sürətli yüksəlməsinə səbəb ola bilər. 4. Çiyələyin tərkibində oksalat turşusu çox olduğundan böyrək və öd daşları olanlar ehtiyatla istifadə etməlidir. Dəyərli izləyicilər, ana təbiətdə bitən hər gül, çiçək, ağac və meyvə min bir dərdin dərmanıdır. Dərman bizim ətrafımızda ola-ola, təəssüf ki, çox vaxt onu əczaxanalarda, apteklərdə axtararaq, bəzən bir bitki uzun illər kütləvi ölüm hallarına səbəb olmuş xəstəliyin çarəsi olur. Elə məhz buna görə də kainatın yaradıcısı olan uca Allahın bizlərə bəxş etdiyi bu gözəl təbiətdən faydalanmağa çalışın. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah amanında. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah amanında.